Bəzilərimiz Allahı bilir, bəzilərimiz Allahla yaşayır, Allahla olur, Allahı hiss edir. Allahı bilməklə Allahı hiss etmək arasında fərq var Həsən. Bunların fərqi bilirsiniz nədir? Fərqi budur ki, misal üçün bir od düşünün, zehninizdə od məfhumunu yaradın ki, od var zehninizdə. Və sən üşüyürsən. Üşüyəndə zehnində yaratdığın o od səni qızdırır? Təbii ki, qızdırmayacaq. Və yaxud da dəhşətli şəkildə acmısan, yemək istəyirsən də, sən zehnində gözəl, ləziz yeməklər düşünürsən, məfhum olaraq yaradırsan. O düşüncələrin sənin qarnını doyuracaq? Təbii ki, doyurmayacaq. Gərək xarici aləmdə qədər yemək yeyəsən və yaxud da o da ola ki, qızınasan. Adətən bizim də Allah haqqında anlayışımız belədir. Biz Allahı məfhum olaraq bilirik, amma Allahla deyilik. Allahı hiss edə bilmirik. Baxın, 20 ildir namaz qılırıq, namazın bizə o qədər faydası yoxdur. Amma Allah buyurur ki, namaz insanı pisliklərdən çəkindirir. Niyə görə namaz məni dəyişmədi? Niyə görə oruz məni dəyişmədi? Niyə görə bu din məni təkamülə aparmadı? Demək mənim bu din haqqında, bu Allah haqqında yalnız anlayışım var. Biliyə sahibəm. Amma qəlbən Allahla rabitə yaratmamışam. Allahla bağ qurmamışam deyə ona görə də mənim həyatım dəyişilmir. Bu dini təlimlər mənə belə deyək, həyatımı dəyişdirmir.